Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə maddələr mübadiləsi, vitaminlər bölməsinin izahına baxacağıq. DİM test toplusundan. Başlayaq birinci sualda. Cavan orqanizmin böyümə və inkişafının zəifləməsi, dərinin və dişlərin formalaşmasının görmə qabiliyyətinin pozulması. Möhtərizədə də bizə toyuq korluğu verilib. Bunları görməsək belə biz bilirik ki, toyuq korluğu A vitamini çatışmazlığı nəticəsində yaranan xəstəlikdir. Deməli, günəşin ultrabənövşəyi şüalarının təsirindən uşaq orqanizminin dərisində hansı vitamin sintez olunur? Dərimizdə sintez olunan vitamin D vitaminidir və günəş şüalarının təsirindən yaranır bu. D vitamini çatışmadıqda yaranan xəstəlik. Diqqət edirik burada uşaqlarda sözünə. Uşaqlarda raxit, böyüklərdə isə osteomaliyasiya xəstəliyi yaranır. Növbəti suallarda bunu çaşdırmaq üçün fərqli variantlarda verib. Sağlam adam bir gündə neçə milliqram C vitamini qəbul etməlidir? 50-100 milliqram. Bunların hamısı əzbərdir. Yəni hər vitamin sutkalıq norması nə qədərdir? Bunu əzbər bilməlisiniz. Vitaminlər insan orqanizmində nə kimi rol oynayırlar? Burada ən çaşdırıcı variant həmişə enerji mənbəyi sözü olur. Enerji mənbəyi deyil vitaminlər, züallar, yağlar, karbohidratlar. Bunları götürə bilərik biz. Deyil. Sinir impulslarını ötürən sinir hüceyrələri deyil. Hüceyrənin inşaat materialı züallardır. İrsi xüsusiyyətlərin saxlanılması, ötürülməsi xeyr. Deməli, orqanizmin müqavimətini artırır, yoluxucu xəstəliklərdən qorunmanı təmin edir. Məsələn, enerji mənbəyi sözü yenə də deyirəm, tamam səhvdir. Məsələn, ola bilər ki, züalların, yağların, karbohidratların öz funksiyasını yerinə yetirməsini deməli, təmin edirlər. Belə variantlar, misal üçün, baxın, yoluxucu xəstəliklərdən qorunma, vitaminlərə bunlar aiddir. Enerji mənbəyi deyirlər. İnsanda həzm şirələrinin tərkibinə daxil olan aşağıdakı maddələrdən hansının monomeri amin turşusudur? Züalların monomeridir amin turşusu. Burada da variantlarda fermentlər var. Biz bilirik ki, bütün fermentlər zülaldır. Amma bütün zülallar ferment deyil, bunu da xatırladım. Aşağıda göstərilən maddələrdən hansıları həzm kanalında parçalanmadan mənimsənilir? Cavablardan çıxın zülalları, yağları, karbohidratları, qalır mineral duzlar və vitaminlər yoğun bağırsaqda sorulur. Həzm kanalında yağların parçalanmasından hansı birləşmələr əmələ gəlir? Yağlar parçalanır gliserin və yağ turşularına. D variantı. 9-cu suala baxıram. Karbohidrat mübadiləsində mədə-altı bəzin sintez etdiyi hansı hormon iştirak edir? Mədə-altı bəz deməli sintez edir insulin hormonu, glikagon hormonu. Karbohidrat, yəni şəkər mübadiləsində iştirak edir. Bunlardan insulin qanda şəkərin miqdarını tənzimləyir. Çatışmadıqda şəkərli diabet xəstəliyi yaranır. Yəni mədə-altı bəzin funksiyası pozulduqda yaranır. Deməli, beri-beri xəstəliyi orqanizmdə hansı vitaminin çatışmazlığından yaranır? B1, B2, ümumiyyətlə beri-beri xəstəliyi elə baş hərfindən yadınıza saxlaya bilərsiniz. B1 vitamini çatışmazlığından yaranır. B2 vitamini çatışmadıqda isə gözlər zəif görür, ağzın selikli qişası zədələnir. Yəni B1-dir, B2-nin əlamətləri başqadır. Hansı sırada qeyd olunan qidaların hamısının tərkibində A vitamini və ona çevrilən maddələr daha çoxdur? Yer kökü götürəcəm, kərə yağını götürəcəm, yumurta sarısıdır, qaraciyərdir. Görək çıxırmı cavab? 1, 3, 7, 11. D variantı. Yəni bu məncə çox düşmür hansı qidanın tərkibində hansı vitamin olması. Baxın burada əriyin də tərkibində var, balıq kürüsündə də var A vitamini. Göstərilən cərgələrin hansında müvafiq vitaminlərin çatışmazlığından törənən xəstəliklər düzgün verilmişdir? C vitamini skorbut, A vitamini raxit deyil. A vitaminindən toyuq korluğu yaranır. D də burada səhvdir. C vitaminindən raxit yanlışdır. C-dən toyuq korluğu yanlışdır. Baxaq bu iki varianta. D düzgündür.
Burada yazıb D-də beri-beri, B1-də raxit tamam əksinə olmalıdır. D-də raxit xəstəliyi, B1-də beri-beri xəstəliyi. Toyuq korluğu xəstəliyinin inkişafının qarşısını ala bilən qida məhsulları hansı cərgədə düzgün sadalanmışdır? Toyuq korluğu xəstəliyinin inkişafının qarşısını alan qida məhsulları ilə zəngin qida məhsullarında A vitamini olmalıdır, belə deyək. A vitamini də buradan yer kökündə var, kərə yağında, süddə, qaraciyərdə, ərikdə, bunların hamısını götürə bilərdik. Cavab B variantı. Tərkibində C vitamini nisbətən çox olan qida məhsulları hansı sırada düzgün göstərilmişdir? Bunu necə asan tapmaq olar? C vitamini o sarı, deməli sitrus meyvələrində çox olur axı. Mən götürürəm buradan limonla naringini 7-11. 7-11 olan cavab variantı D-dir. Belədə də var qara qarağatda, it burnunda, qarpızda, limonda və soğanda da həmçinin C vitamini var. 15-ci sual. Vitaminlər yenədir, enerji daşıyıcısıdır, yanlışdır. Vitaminlər ferment də deyil, yanlışdır. Antitel deyirlər, pozuntular törətmirlər təbii ki. Vitaminlər karbohidratların, yağların, zülalların funksiyalarını yerinə yetirməsini təmin edir. Gəminin heyəti üçün şorba hazırlanarkən tərkibində 100 mg B qrupu vitaminləri olan çiy kələmdən istifadə olunmuşdur. Şorba bişəndən sonra onun tərkibində təqribən nə qədər B qrupu vitamini qalacaqdır? Deməli, biz bilirik ki, bişirildikdə qidaların tərkibindəki vitaminlər azalır. B vitamini də həmçinin bitki mənşəli qidalarda 20% azalır. 20% azalır bişirildikdə. İndi bizə deyir ki, 100 mg B vitamini var. Şorba bişəndən sonra nə qədər qalacaq? 20% azalacaq, tərkibində qalacaq 80%. 100-ün 80%-ni tapıram, eləyir 80. Demək, tərkibində 80 mg B qrupu vitamini qalacaq. 16-da cavab A variantı. Baxaq 17-ci suala. Həzm vəzlərinin fermentlərinin təsirindən zülal yağ və karbohidratlar hansı məhsuldək parçalanır? Zülallar parçalanır amin turşularına, mürəkkəb karbohidratlar sayda karbohidratlara, yəni monosaxaridlərə, yağlar isə parçalanır gliserin və yağ turşularına. 1, 3, 4 cavab olur A variantı. 18-ə baxıram. 20 nəfərdən ibarət gəmi heyəti 30 gün müddətində gəzintiyə çıxarkən özləri ilə minimum nə qədər C vitamini ehtiyatı götürməlidirlər. C vitamininin sutkalıq tələbatı 50-100 mg-dır. Bizə də burada minimum dediyi üçün biz 50-ni götürəcəyik. 30 gün, bir gün müddətində 50 mg C vitamininə ehtiyac var. 30 gün müddət dediyi üçün 30-a vururam. Bir nəfər üçün də bu təbii ki rəqəm, 20 nəfər dediyi üçün də 20-yə vururam və cavabı tapıram. Deməli 600 oradan 30.000 tapıram. 30.000 milliqram. Onu da qrama çevirdikdə 30 qram eləyir. Cavab olur A variantı. Baxaq 19-cu suala. Əgər bişmiş kələmin tərkibində 80 mg B qrupu vitamini qalmışsa, kələm bişməmişdən əvvəl bu vitaminin miqdarı nə qədər olmuşdur? Deməli, bişirildikdə dedik ki, yenə 20% itirilir və bu 80% qalmış variantıdır. Nə qədər deməli vitamin var imiş ki, onun 80%-i 80 mg qalıb da, belə deyək. 20% itirilir, 80% qalır. X-in 80%-i 100, bu da elə bir dəqiqə 100, demək 100 mg imiş. Mən buradan sual işarəsinin yerinə 100 yazacağam. Cavab olur D variantı. Aşağıda verilmiş bitki mənşəli qida məhsullarının hansının eyni kütləsində daha çox karbohidrat var? Yəni, hər birinin misal üçün 1 qramında nə qədər karbohidrat var? Düyü karbohidratla daha zəngindir. Deməli, çiy ətdə 400 mg B qrupu vitaminləri olduğunu qəbul edərək, bu əti suda bişirdikdən sonra orada nə qədər B qrupu vitamini qaldığını hesablayın. B vitamini ətdə 15-60% azalır və bizdə hər ikisini soruşur, yəni minimum, maksimum demir. Bunun üçün hər ikisi üçün hesablayıram. 400-ün deməli 15% azalır minimum. Ona görə 400-ün 85%-ni tapıram. Bu 85 vurulsun 4 eləyəcək. 360 qram.
daha doğrusu milliqram və 60% itirildikdə də 40% qalacaq. 400-ün 40%-ni tapıram. 400-ün 40% də bərabər olacaq 160-a. Yox, burada 340, 400 vur 85 bölü 100, 485'i 4'e vuranda, 340 eləyir, üzr istəyirəm, burada 340, 160 və 340 milliqram olur cavab. A variantı. Sağlam insanın qanında əgər glikozanın miqdarı artarsa, hansı tədbiri görmək lazımdır? Glikozanın miqdarı artarsa, demək ki, pəhrizdə qidanın payında karbohidratı azaltmaq lazımdır. Karbohidrat artıb, glikoza karbohidratdır. Bunun üçün karbohidratı azaltmaq lazımdır. Glikogenin glikozaya çevrilməsi. İnsanda bu prosesi bilavasitə tənzimləyən vəzi mədə-altı vəzidir. Deməli, qanda şəkərin miqdarını, karbohidrat miqdarını tənzimləyən vəzimiz mədə-altı vəzidir. Deməli, səhv müddəa hansıdır? Günəşin deməli, ultrabənövşəyi təsirindən bir dəqiqə. Günəşin ultrabənövşəyi şüalarının təsirindən dəridə A vitamini əmələ gəlir. Xeyr, D vitamini yaranır. Elə bu yanlışdır. Digərlərinə də baxıram. B1 vitamini çatışmadıqda insanda beri-beri xəstəliyi yaranır. Bu düzgündür. Suda və yağda həll olan vitaminlər mövcuddur. Bəli, A, D, Y, K vitaminləri yağda həll olan vitaminlərdir. Yerdə qalanlar suda. Qida məhsullarını bişirdikdə onlarda A qrupu vitaminlərinin miqdarı azalır. Bəli, bütün vitaminlər azalır bişirildikdə. Deməli, bitki mənşəli qida məhsullarını bişirdikdə onların tərkibində B qrupu vitaminlərinin 80% qalır. Bəli, 20% itirilir, 80% qalır. Bu da düzgündür. Cavab olur A variantı. 25-ə baxıram. Bitki mənşəli qida ilə qidalandıqda həzm kanalında hansı çevrilmələr baş verir? 26-cı sualda da deyir ki, heyvan mənşəli qida ilə qidalandıqda hansı çevrilmələr baş verir? Bitki mənşəli qidalandıqda qidanın tərkibində olacaq nişasta, yağ, nişasta glikozaya çevriləcək, yağ gliserin yağ turşularına, yəni burada cavab olacaq D variantı. Heyvan mənşəli qidalandıqda isə glikogen glikozaya çevriləcək, zülal amin turşularına, cavab olacaq C variantı. 27-ci suala baxaq. Aşağıdakı üzü maddələrdən hansılar insan bədənində sintez oluna bilər? C vitamini sintez olunmur. Biz bunu qida vasitəsilə qəbul edirik. Glikogen, zülal və yağ isə sintez oluna bilər. Cavab olur C variantı. Digərlərinə də baxaq. 28-ci suala baxaq. Yetkin insan bir gündə C vitamininə olan minimal tələbatı B2 vitamininə olan minimal tələbatından neçə dəfə çoxdur? C vitamininə tələbat 50-100 milliqramdır. Minimal dediyi üçün mən 50 götürəcəm C vitaminini. B vitaminini isə gündəlik tələbat deməli 2-3 milliqramdır. Yenə minimal dediyi üçün mən 50 götürəcəm, 2 götürəcəm. Neçə dəfə çoxdur? 50 bölünsün 2, 25 dəfə. Cavab olur Y variantı. 29-cu suala baxıram. Qrafiklərdə suda bişirilməmişdən öncə və suda bişirildikdən sonra qidada qalan B qrupu vitaminlərinin miqdarının zamandan asılı olaraq dəyişməsi göstərilmişdir. Hansı qrafik bitki mənşəli qidanın tərkibindəki B qrupu vitaminlərinin miqdarının dəyişməsi düzgün əks etdirir? Burada hansı qidadan söhbət gedir? Bitki mənşəli. Bitki mənşəli deyirsə 20% itiriləcək, 80% qalacaq. Yəni 100 qramda 20% itirir, 80% qalır. Yəni 100 qramda 80 qram qidanın tərkibində vitamin qalacaq. Cavab olacaq Y variantı. 100-in, elə bir ki, bütün variantlarda 100 verilib. 100-in 20% itir. Yəni 20 milliqramı itir, 80 milliqramı qalır. Yeməyin bişirilməsində istifadə olunan bitki və heyvan məhsullarının tərkibində bərabər miqdarda, yəni 200 milliqram B vitamini vardır. Demək, bitki mənşəlidə 100-dür, həmçinin heyvanda da 100-dür, bərabər miqdardadır. Yeməyi bişirərkən maksimal miqdarda B qrupu vitaminləri itirilmişdir. Demək,
Bitki mənşəlidə maksimal da, minimal da onsuz da eynidir. 20% itirilib, 80% qalacaq vitaminin. Tapıram ki, bitki mənşəli qidada 80 qram qalır, yazaq bitki. Heyvan mənşəlidə isə 100 qramın maksimalı itiriləcək. Yəni 60% itiriləcək, qalacaq 40%. 100-ün 40%-ni tapıram, cavab olur 40 qram da heyvan mənşəli qidada. Və milliqram, mən burada qramları tez-tez milliqramı qram deyə bilərəm. Üzrlü sayın. Bişirildikdən sonra deməli yeməyin tərkibində qalan bitki mənşəli B vitamininin miqdarı heyvan mənşəlidən nə qədər çox olar, dəfə demir, diqqət eləyək. Bitkidə 80 milliqram qalır, heyvanda 40, 80-dən 40-ı çıxıram, cavab olur 40. Yəni B variantı. 31-ci suala baxaq. Şəkildə ox ilə göstərilən orqan haqqında deyilən fikirlərdən hansı düzgündür? Yalnız xarici sekresiya vəzi deyil, çünki qarışıq sekresiya vəzidir. Mədə-altı vəzi həm daxili, həm xarici funksiyası var. Funksiyasının pozulması pankreatit xəstəliyinə səbəb ola bilər. Düzgündür. Mədə-altı vəzi funksiyasının pozulması nəticəsində pankreatit xəstəliyi yaranır. Bizdən də onsuz da düzgün istəmirəm. Aha, B onda düzdür. Axacaqları kör bağırsağa açılır. Xeyr, nazik bağırsağa. Çanaq boşluğunda deyil, qarın boşluğunda yerləşir. Funksiyasının pozulması enterokolit. Xeyr, bu da bağırsaqda yaranan xəstəlikdir. Yəni cavab B variantıdır. Pankreatit mədə-altı vəzin xəstəliyidir. D vitamini çatışmadıqda, baxın, iki bir-birindən fərqli varianta diqqət yetirək. B variantında deyir ki, uşaqlarda osteomaliyasiya xəstəliyi yaranır. D variantında isə deyir ki, böyüklərdə osteomaliyasiya xəstəliyi yaranır. Uşaqlarda raxit xəstəliyi yaranır. Osteomaliyasiya böyüklərdə olan xəstəlikdir. Bizdən də düzgün cavabı soruşur. Cavab D variantıdır. 33-cü suala baxıram. Nə üçün qusan uşağı bir yanı üstə uzadırlar? Qusunduğu kütləsi nəfəs borusuna düşməsin deyə. Cavab C variantı. Aşağıdakı təcrübədən düzgün nəticə çıxarın. Qanun analizi göstərmişdir ki, heyvanlarda qidalandıqdan sonra qaraciyərə daxil olan venadakı qan da 0,3%, qaraciyərdən çıxan damardakı qanda isə 0,12% olmuşdur. Buranı qaraciyər kimi təsəvvür eləsək, bura daxil olan 0,3 olub, çıxan isə 0,12 olub, elə deyil. Demək ki, bunun miqdarında azalma baş verib. Nəyə görə? Çünki belə deyək, artıq olduqda, qanda qlikozanın miqdarı artıq olduqda, o gəlir qaraciyərdə glikogenə çevrilir. Qaraciyərdə glikozanın artıq glikogenə çevrilib, yəni 0,3% daxil olub, 0,8% burada depolanıb, glikogenə çevrilib daha doğrusu, 0,12% çıxıb, deməli, çıxan damar vasitəsilə. Demək, glikozanın artığı qaraciyərdə glikogen şəklində toplanıb. Cavab B variantıdır. 35-ci suala baxaq. Normadan artıq antibiotiklərin verilməsi bakteriyalardan hansına öldürücü təsir göstərərək həzm prosesini ağır dərəcədə pozur. Deməli, bizim bağırsaqlarımızda yaşayır bağırsaq çöpü bakteriyaları, yoğun bağırsağımızda və normadan artıq həmçinin həkim məsləhəti olmadan lazımsız antibiotik qəbul etdikdə bu, yəni öldürməli olduğu bakteriyalardan əlavə belə deyə bağırsaq çöpü bakteriyalarımıza da zərər vurur və bunun da nəticəsində həzm prosesi ağır dərəcədə pozulur. Yəni cavab olur A variantı. İnsan orqanizmində bitki nişastası ola bilər. Bitki nişastası ola bilər təbii ki, bizim həzm kanalımızda. Həzm kanalından sonra, yəni kənar hissələrdə yalnız və yalnız glikoza, glikogen belə görə bilərik. Nişasta şəklində olmayacaq. Baxın, ağız boşluğu və mədə. Həzm kanalının girişində mədədə ola bilər. Qidadakı züalların parçalanmasından başlayaraq insan orqanizminə xas olan züalların sintezinə qədər amin turşularının keçiyi yolu göstərin. Deməli,
qidamızdakı zülal harda parçalanacaq? Həzm kanalında. Həzm kanalı ilə başlayır. Deməli, zülal parçalananda amin turşusu yarandı. Amin turşusu keçəcək qana, həzm kanalından sonra qana. Qan vasitəsilə də hüceyrəyə çatdırılmalıdır. Hüceyrəyə də toxuma mayesindən çatdırılır. Çünki bilirik ki, hüceyrə toxuma mayesi ilə əhatə olunub. Ümumiyyətlə cavablarda limfa olanların hamısı səhvdir. Nəyə görə? Çünki limfa deməli əsasən yağların daşınmasında rol oynayır. Cavab olur D variantı. 38-ci sualda deyir ki, karbohidratlarla zəngin qida qəbul etmiş sağlam insanın qanında qlikozanın miqdarının dəyişməsi hansı qrafikdə düzgün verilmişdir? Karbohidratla zəngin qida qəbul edib, N-də normal miqdarıdır. Demək, bunun qanında qlikozanın miqdarı sabit idi. Glikoza ilə zəngin qida qəbul elədi, artdı. Sağlam insanda nə olmalıdır? Bu belə deyək, bu tənzimlənməlidir, elə deyil, azalıb sabit olmalıdır. Azalır, artdığı kimi də azalır, sonra sabitləşir. Yəni cavab olur A variantı. 39-cu suala baxaq. İnsanın qaraciyərində yağ, zülal və karbohidratların çevrilməsi sxeminə əsasən düzgün mülahizələri müəyyən edin. Deməli, biz bilirik ki, zülallar yağa və karbohidrata çevrilir. Yağla karbohidrat isə ancaq bir-birinə çevrilir, yəni zülala çevrilə bilmir. Demək ki, burada X hansıdır? Zülaldır. X zülaldır. Y karbohidrat da ola bilər, yağ da ola bilər, hər ikisi ola bilər, bu K-dır. Z də həmçinin yağ da ola bilər, karbohidrat da ola bilər. İndi baxaq variantlara. X zülaldır. Bəli, bu sorğu sualsız, düzgündür. Z həzm sistemində amin turşularına parçalanır. Z ya yağdır, ya karbohidratda amin turşusuna parçalanmır. Yağlar parçalanır gliserin yağ turşularına, mürəkkəb karbohidratlar da sadə karbohidratlara parçalanır. Y yağ ola bilməz. Niyə də olmasın? Ola bilər. Y və Z-in tərkibi eyni elementlərdən ibarətdir. Bəli, yağlar və karbohidratların tərkibindəki elementlər eynidir. 1 qram X maddəsi parçalanır. 38,9 kilojoule enerji ayrılır. Yanlışdır. Zülalın 1 qramı parçalandıqda 17,6 kilojoule enerji ayrılır. Z karbohidrat ola bilər. Bəli, yağ da ola bilər, karbohidrat da ola bilər. Cavab olur 1, 4 və 6. 40-cı suala baxaq. Əgər bişmiş kələmdə 160 mg B qrupu vitamini qalıbsa, kələm bişməmişdən əvvəl bu vitaminin miqdarı nə qədər olub? Bişirildikdə 20%-ni itirdiyi üçün, demək, X-in tərkibində 80% karbohidrat var imiş. Bu bərabərdir 160-a. 160 vurulsun 100 böl 80. 160 vur 100. Dəqiqə. Bölək 80-ə. 160 vuruyor 20, 200. Demək, 200 mg var imiş. 20%-in, yəni 40 mg-ını itirib yerdə qalıb 160. Cavab olur burada 200. İndi baxaq, yenə onsuz da məsələ həll edəcək, bu qalsın. Kələmi qaynatdıqda onun tərkibində olan B qrupu vitaminlərinin miqdarının temperaturdan asılı olaraq dəyişməsi verilmişdir. Qrafikə əsasən X-i müəyyən edin. Kələm bitki mənşəlidir, 20%-ni itirəcək, qalacaq deməli 80%-i, 150-nin 80%-ni tapıram. 150 vurulsun 80%-ə. 150-nin 80%-i də deməli 120 mg eləyir. Cavab 120. İndi baxaq 42-ci suala. Əti qaynatdıqda onun tərkibində olan B qrupu vitaminlərinin temperaturdan asılı olaraq dəyişməsi verilib. X-in ən kiçik qiymətini demək ki, maksimum itirməlidir ki, ən azı qalsın. 60%-ni itirəcək, qalacaq 40%-i. 50-nin 40%-ni tapıram. 50-nin 40%-i də bərabərdir 20 mg-a. Burada da cavab olur 20. Baxaq 43-cü suala. 2 kilo ətdə 100 mg B qrupu vitamini var. Bu əti qaynatdıqdan sonra onun tərkibində qalan B qrupu vitaminin maksimum neçə kiloqram çiğ ətdə olar?
Baxın, indi mən burada hardan biləcəm minimum itirib yoxsa maksimum itirib? Maksimum neçə kiloqram çiğ ətdə olur deyirsə, demək az itirməlidir də. Bir 15% itirsin ki, vitamin də çox olsun, çiğ ətin də miqdarı çox olsun. İndi 100 mg-ın 15%-ni itirir, qalır 85%. Tapıram ki, 85 mg vitamin var 2 kiloqram ətdə. İndi deyir nə qədər çiğ ətdə olar? 2 kiloqram ətdə 85 mg-dırsa, yox, bir dəqiqə. 2 kiloqram ətdə 100 qramdırsa, x kiloqram ətdə 85 mg. Tənasübü də həll edəndə 2 vurulsun 85 bölünsün 100 bərabərdir 1,7 qrama. 43-də cavab olur 1,7. Əti suda qaynatdıqda onun tərkibində olan B qrupu vitaminlərinin miqdarının qaynatma vaxtından asılı olaraq dəyişməsi verilmişdir. X-in ən böyük qiymətini tapın. Yəni X-i maksimum götürməliyəm ki, yerdə də 34 mg vitamin qalmış olsun. Demək ki, 60%-ni itirib. Yəni rəqəmi mən X-in böyük qiymətini tapmaq üçün demək ki, çox itirib ki, yerdə 34 mg qalıb da. Yəni burada əsas məsələ 15 yoxsa 60% olduğunu tapmaqdır. Ən böyük qiymətini deyir 60%-dən hesablayıram. Demək ki, nə qədər imiş ki, nə qədər burada vitamin var imiş ki, 60%-ni də itirib. Belə deyək. 60%-ni itirib, yəni 40%-i qalıb. Bərabərdir 34-də. X-i 40%-ni tap. 34 vurulsun 100 böl 40. 34 vur 100. Bunu mötərizədə yazın, çaşmayasınız. Bölünsün 40-a. Burada da cavab eləyəcək. Deməli, 2-yə ixtisar gedəndə 85. 44-də cavab olacaq 85. 45-ə baxaq. Burada deyir, yenə 34 mg B vitamini qalıb. X-in kiçik qiymətini tapın deyir. İndi yenə 15%-dən hesablayacağım eyni şeyi. Nə qədərin? Deməli, 15%-i itirilib, 85%-i qalıb. Bərabərdir 34-də. Burada da 34, 17-yə ixtisar gedir hər ikisi. Cavab olur 40. X bərabərdir 40-a. Baxaq 46-cı suala. Kələmi qaynatdıqda onda olan B qrup vitaminlərinin miqdarının vaxtdan asılı olaraq dəyişməsi qrafiki verilmişdir. X-in qiymətini milliqramla müəyyən edin. Deməli, kələm bitki mənşəlidir. 20%-ni deməli itirir, 80%-i qalır. 200 mg-ın tərkibində 20%-i itir, qalır 80%-i. 200-ün 80%-də bərabərdir 160 mg. Kələmi qaynatdıqda yenə 40 mg qalıb. Deməli, 20%-ni itirir, 80%-i qalır. X-in 80%-i bərabərdir 40-a. 50 mg. 50 mg imiş, 20%-ni itirib, yəni 10 mg-ni itirib, qalıb 40 mg. Bir dəqiqə. Cavab 50. 47-də cavab 50. Baxıram 48-ci sonuncu suala. Uyğunluğu müəyyən edin. Çatışmadıqda gözlər zəif görür və ağzın selikli qişası zədələnir. B2 vitamini çatışmadıqda bu əlamətlər baş verir. 1-də olacaq cavab A variantı. Gözlər zəif görür, ağzın selikli qişası zədələnir. Dəridə sintez olunan vitaminimiz D vitaminidir. Əzələlərin və cinsiyyət vəzlərinin işlə tənzimləyən isə deməli Y vitaminidir. 1-də A, 2-də C, 3-də isə D variantı olur. Bu qədər vitaminlər bölməsində də izahına baxdıq. Həzm sistemini onsuz da yükləmişəm. Kanal da var. Sıra-sıra bütün bölmələri izah eləyib kanala yerləşdirəcəm video şəklində. Məndən istədiyiniz ayrıca bir izah, ayrıca bir bölmə varsa aşağıda şərh bölməsində yaza bilərsiniz. Videonu bəyənib dostlarınızla bölüşməyi unutmayın. Kanala da abunə olun, bildirişləri açın ki, yeni yüklənən videolardan xəbərdar olasınız. Sağ olun, salamat qalın.